Yoldaşlar, indi biz Secret Management tool'u qoşacağıq. Mən keçən dərsdə demişdim ki, biz Conjure üzərindən davam eləyəcəyik. Conjure da dediyim kimi, Vault kimi birə-bir eynidir. Secret Management tool'dur. Həm də open source'dur, siz onu istifadə edə bilərsiniz. Amma ki, burada bir dənə şey var ki, Conjure istifadə eləyənməyəcəyik. Ona görə istifadə eləyənməyəcəyik ki, Conjure düzdür, biz pulsuz versiyasını istifadə eləyə bilirik. Amma biz pulsuz versiyasını istifadə eləyəndə konfiqurasiyası çox çətin olur. Həm bizə UI vermir, ancaq Enterprise Edition'da, yəni pullu versiyasında sizə bir UI təqdim edir və siz sekretləri UI-dan rahatlıqla girib əlavə edə bilirsiniz. Əks halda siz nə etməlisiniz? Conjure-un pulsuz versiyasını istifadə edəsəz, özünüzdən gərək policy yaradasınız, bir SH, bir dənə execution file hazırlayasınız və s. Yəni bunu eləməlisiniz. Onun üçün də baxdım, analiz elədim, gördüm ki, bizim Conjure istifadə etməyimizin heç bir mənası yoxdur. Vault bizim işimizi polnu görəcək. Onsuz da ikisinin də məqsədi eyni şeydir, heç bir fərqi yoxdur. İkisi də Secret Management tool'dur. Vault-u Docker-də qaldırmaq həm daha rahatdır. Həmçinin öz UI da var. Sekretləri rahat şəkildə UI-dan konfiqurasiya edə bilirik, yəni verə bilirik. Onun üçün də analiz elədim, düşündüm, daşındım ki, Conjure-dan davam eləməyək. Birbaşa olaraq biz Vault üzərindən davam eləyək. Demək olar ki, dünya üzərində də, həmçinin yerli bazarda demək olar ki, Vault Conjure-dan daha çox istifadə olunur. Sadəcə olaraq mənim özümə də maraqlı idi Conjure istifadə etmək. Ona görə mən istədim Conjure-u istifadə eləyək, konfiqurasiya eləyək. Amma araşdırdım, gördüm ki, yəni Vault-u bizim case-də istifadə etmək daha məsləhət uyğundur. Çünki biz open free versiyasını işlədirik. Enterprise Edition işlətmirik deyə, ona görə də Vault üzərindən gedəcəyik. Demək, Vault-u konfiqurasiya necə edir yoldaşlar? Bizim üçün əlbəttə ki, hələ ki biz lokal environment-da işləyirik. Ona görə də bizə mütləq şəkildə nə lazımdır? Docker Compose faylına Vault əlavə etmək lazımdır. Onun üçün servis olaraq mən bir dənə burada Vault qaldıracağam. Demək, burada servis olaraq Secret Management-da Vault qaldırıram yoldaşlar. Vault-un image var. Official image-də səhv eləmirəmsə, HashiCorp-un altında Vault-un latest versiyası. Port olaraq 8200 portunda işləyəcək. Expose edirəm. Burada fikir versinisə root token yazmışam. Əks halda my root yazmışam. Root tokeni my root olaraq verəcəm yoldaşlar burada. Vault-un demək dev root token ID-sini. Burada 8200 olur, listen eləyəcək. Burada IPC lock normalda parametr əlavə olunur yoldaşlar, amma o memory locking üçündür səhv eləmirəmsə, amma Docker desktopda o işləmir səhv eləmirəmsə. Ona görə də bu IPC cap lockingi burada şey eləyirik, skip eləyəcəyik ki, bu demək biz Vault-un UI-ni normal işlədə bilək, Vault-u qaldıra bilək. Bir də burada normal hash check-imiz var. Wget-lə prosto bura bir dənə hash check yoxlamaq üçün endpoint var ki, heartbeat atır bura, yoxlayır ki, bu yəni health-ı yoxsa yox. Timeout var, 5 saniyədən 1 atır, 10 dəfə retry edir və s. belə konfiqurasiyalar var. Yəni burada sadə belə deyək konfiqurasiyadır. Və biz bunu run eləmək üçün nə edəcəyik yoldaşlar? Buradan Docker Compose update eləsəz, onsuz da bunu qaldıra bilərik. İstəyirsinizsə gəlin buradan qaldıraq. Deyirəm ki, Docker Compose update deyirəm. Docker Compose update eləyəndə yoldaşlar, burada baxsaq Vault qalxdı. Burada deməli Vault buradadır, Vault qalxdı. Burada yuxarı gələndə biraz burada siz görə bilərsiniz. Demək root tokeni biz my root təyin eləmişik. Əlbəttə ki, biz lokal environment-da işləyirik deyə yoldaşlar. Biz deməli hər iki Docker Compose-da saxlayırıq bunları. Artıq demək production environment-da keçəndə, Kubernetes-ə keçəndə artıq bizə Docker Compose olmayacağına görə biz bu credential'ları filan Docker Compose-da saxlamayacağıq. Vault qalxıb, istəyirəm girək bir Vault-un UI-na görək burada nə var, nə yox. Burada ana səhifəyə keçid edirik. Hətta buradan logout edirəm, çünki bizdə Vault default açılanda belə açılacaq. Burada authentication metodlar var yoldaşlar. GitHub, JWT, LDAP, nə bilim belə müxtəlif authentication type-lar var. Biz token seçirik. Tokeni də myroot olaraq təyin eləmişdik. Sign in edirəm.
Sign eləyəndə qarşımıza belə bir dənə səhifə açılır. Copy hole və secret. Biz secretlərimizi həmin bu secret pass'in içində saxlayacağıq. Bunun içinə giririk. Burada hal-hazırda mən aus service deyə bir dənə demək fayl yaratmışam. Bu sizdə boş olacaq. Bunu silsək, burada sizə boş olacaq. Yeni bir sekret yaratmaq üçün burada create secret düyməsinə klik edirsiniz. Burada yoldaşlar hər hansı bir fayl verirsiniz. Burada iki cür adlandırmadan istifadə edə bilərsiniz. Ya bir dənə directory yaradıb həmin directory'nin içində secret faylı yarada bilərsiniz. Ya da birbaşa olaraq heç bir pass'in içində olmadan, directory'nin içində olmadan birbaşa olaraq fayl yarada bilərsiniz. Məsələn, deyirəm ki, credentials. Belə versəz, bu birbaşa olaraq home pass'də credentials adında bir dənə fayl yaradacaq və həmin faylın içərisində credentiallarınızı saxlayacaqsınız. Amma məsələn, belə deyək, tutaq ki, payments'ın altında ya da aus servisin altında slash ilə versəz credentials. Bu zaman aus servis deyə bir dənə directory yaradacaq. Həmin directory'nin altında credentials yaradacaq. Və burada nə edirsiniz yoldaşlar? Key value prinsipindən bir-bir add eləyərək datalarınızı add eləyirsiniz burada. Belə add eləyə bilərsiniz datalarınızı. Buradan JSON olaraq formatına baxa bilərsiniz. Sual verə bilərsiniz ki, biz bura nəyə əlavə edəcəyik? Biz bura yoldaşlar bu demək IntelliJ-də bizim məlumatlarımız var idi. Hansı ki, məsəl üçün database-in passwordu olsun, Rabbit-in passwordu olsun, Jivit-in secret olsun, Twilio-nun fikir versə bunların hamısını environment variable-a çıxartmışam. Hardcode belə yazmamışam Spring Application-sində. Jivit secret olsun, Twilio account SID, aus token, demək from number və s. Bunların hamısını nəyə çıxartmışam? Çıxartmışam Vault-a. Biz bunları Vault-da saxlayacağıq. Spring bizdən nəyi tələb edir yoldaşlar? Deyir ki, əgər sən key olaraq bunu vermisənsə, Vault-da key mütləq şəkildə bu olmalıdır ki, mən gedib onu tapa bilim. Yəni burada bu ad vermişiksə, Vault-da da bunu vermək lazımdır. Yəni key olaraq bunu vermək lazımdır. İndi mən burada nümunə olaraq aus service deyə bir dənə fayl yaratmışam yoldaşlar və bunun içində saxlamışam sekretlərimi. Buradan JSON variantına baxsaq, mən burada sekretlərimi saxlamışam. Burada db host var, db name var, db password var, db port var, username, bunların hamısı belə. İndi burada bir dənə məsələ var ki, biz bəzi şeyləri buradan çıxardacağıq. Məsələn, db host bizə lazım deyil Vault-da saxlamaq. Biz bunu da Docker Compose-un içində saxlayacağıq. Çünki host, məsələn, hostlardır, hostdur, portdur, username-lar. Bunlar daha çox credentials sayılmır yoldaşlar. Bunlar daha çox infrastructure config sayılır. Ona görə də bunu Vault-da saxlamağın mənası yoxdur. Məsələn, Rabbit-in portu olsun, Redis-in hostu portu olsun və s. Ona görə də mən nə edirəm? Bunları siləcəm. Ancaq nəyə saxlayacağam? Database-in passwordunu, Jivit-in secretini. Bu secretdə prosto internetdən bir dənə generator var. Hər hansı bir generator. Oradan generate edə bilərsiniz. Rabbit-in passwordunu saxlayacağam və belə. Yəni bir də Twilio-nun credentiallarını saxlayacağam. Onun üçün nə edirəm yoldaşlar? Mövcud fayl üzərində birbaşa olaraq siz dəyişiklik eləyə bilmirsiniz. Onun üçün yeni versiya yaratmalısınız. Buradan hazır məndə bir dənə versiya var. Create new version deyirəm və bu faylın contentini dəyişəcəm. Daha doğrusu siləcəm buradan bəzi şeyləri. Məsələn, database-in hostudur. Demək, database-in adıdır. Database-in portudur. Password qalsın. Database-in username-idir. Jivit secret qalsın. Rabbit-in hostu, Rabbit-in portu, Rabbit-in username-i, Redis-in hostu, portu, Twilio-da qalsın yoldaşlar və bunu save edirəm. Bu yeni versiya ilə avtomatik publish eləyəcək. Mənim demək sekretimi ikinci versiya. Və mən burada nə edəcəm? Bu qalacaq olduğu kimi əlbəttə ki, mən burada heç bir dəyişiklik eləməyəcəm. Burada fikir versək, mən keyləri yazanda birəbir IntelliJ-ə mən kodda, Spring kodumda hansı keylər vermişdimsə onları yazam. İndi sual verə bilərsiniz ki, bəs bunlar saxlandı, bəs bu db host, db port bunları harda yazmışam? Onlar Docker Compose faylındadır yoldaşlar. Docker Compose faylının içinə girsək, deməli Docker Compose faylında, bunu belə eləyək. Deməli, Docker Compose faylında aus servisin environment variable-larına baxsaq, buradan deyirəm aus servisin environment variable-larına baxsaq,
Burada fikir verirsinizsə, database'in hostu, portu, database'in name'i, username'i, Redis'in hostu, Redis'in portu. Bunların hamısını nə etmişəm? Environment variable kimi yoldaşlar təyin eləmişəm. Voltun konfiqləri, Volt URL, Volt token. İndi bunun haqqında danışacağım. Yəni bu digərlərini atmışam bunun içərisinə. Çünki bunlar daha çox dediyim kimi infrastructure konfiqlər. Portum var burada. Bu bunlardan asılıdır. Həmçinin Voltdan asılıdır. Mənim bu house servisim. Bunlar qalxmalıdır ki, mənim house servisim normal işləsin. İndi bir dənə sual yarana bilərsiniz də. Sual ola bilər ki, okey, mən bunları əla götürdüm şeydən. Burada deprecate olub lazım deyil. Onun haqqında danışacağım. Sual verə bilərsiniz ki, biz bunları götürdük də, əla. Amma ki, bəs mən Spring application'ımı Volta necə qoşacağam? Spring application'ı Volta qoşmaq üçün yoldaşlar, Start Spring IO-ya müraciət eləyə bilərik. Start Spring IO-ya girəndə buradan Volt yazsaq, Volt configuration gəlir. Bu Spring Cloud config kateqoriyasının altındadır. Ona görə də biz Spring Cloud-un da dependency-ni əlavə eləməliyik. Gradle-la da rahatdır, Maven-la da rahatdır. Hansını istəsiniz eləyə bilərsiniz. Biz Maven üzərindən davam edirik də, ona görə mən burada Maven seçəcəm. Demək, nə etməlisiniz? Mütləq şəkildə Spring Cloud-un birinci option BOM-unu əlavə eləməlisiniz, yəni dependency-ni əlavə eləməlisiniz. Ondan sonra nə etməlisiniz? Volt-un dependency-ni əlavə eləməlisiniz. Volt-un dependency-ni əlavə eləyəndə artıq sizin application-a buradan external libraries-a baxsaq, Volt-un kitabxanası gəlmiş olur. Amma bu bəs eləmir bizə. Biz konfiqurasiyanı verməliyik. Məsələn, host nə olacaq, portu nə olacaq, hansı credential-la qoşulacaq Volta və s. Onun üçün nə edirəm yoldaşlar? Spring-in altında, Cloud-un altında Volt deyə bir şey gələcək. Volt-un URI-ni verirəm. URI ilə tokenini fikir versinizsə, bunu da environment variable kimi define eləmişəm. Çünki bunu yəni kodda saxlamağın mənası yoxdur. Çünki bunlar da bir credential sayılır. Əslində URI saxlamasam olar, amma token saxlamalıyam. Amma ikisini də mən yenə də harda saxladım? Voltda saxlaya bilməyəcəyimə görə, çünki yəni Voltun credentialını Voltda saxlayamırıq. Çünki bu credentialı hardansa götürməliyəm ki, Volta qoşula bilim. Onun üçün də mən bunu Docker Compose-da saxlamışam. Docker Compose-un içinə gəlsək, Volt URI ilə Volt tokeni burada saxlamışam. Burada fikir verirsinizsə, mən burada localhost 82.00 yazmamışam yoldaşlar. Bu service name-dir. Docker containerda service name-in adını yazaraq resolve eləyə bilər. Fikir verirsinizsə, Volt yazmışam. Volt-1. Bu birisi isə Volt name-ilə bu resolve eləyəcək ki, belə bir konteynerim var. Get avtomatik olaraq ora qoşur. Və burada token olaraq da myroot vermişəm, fikir verirsinizsə. Və bunlar gəlib bura set olacaq. Authentication type-dansa token-də ehtiyac yoxdur, failfast-da ehtiyac yoxdur. Ondan sonra bu KV key value-dur. Yəqin ki, bu enable true gəlir, lazım deyil. Backend default secret-dir, baxa bilərik, secret-dir. Bu da lazım deyil. Application name-i də out service vermişəm. Bu mütləq şəkildə bunu düz yazmalısınız yoldaşlar. Bura verdiyimiz bu out service var. Bu mütləq şəkildə nə ilə eyni olmalıdır? Bax, bu faylın adından eyni olmalıdır. Ana səhifəyə gələk. Secret-in altında bax, bu faylın adından birə-bir eyni olmalıdır. Application name, yoxsa qoşulmayacaq. Və başqa bir şey verməyizə ehtiyac yoxdur burada. Bir də burada config-də import edirəm Volt-un home pass-ini. Bu siz Volt qoşa.2 dənə slash yazanda bunu inir yoldaşlar. Bu gedir, deməli, Volt-un home pass-ini secret-i import edir. Burada import edir. Yəni siz belə dirəksəz bunu belə yox, bunu buradan silə bilərsiniz. Buradan deyə bilərsiniz ki, secret-in altında. Bu da secret-i də eləmir, prosto home pass-i import edir bunu. Siz deyirsiniz ki, bax, secret-in altında, datanın altında out service. Token-də Volt token verirsiniz belə. Belə də import eləyə bilərsiniz, amma daha clean görünməsi üçün, sərgəli görsənməsi üçün mən bu yanaşmadan istifadə edirəm. Və belə yoldaşlar. İndi biz nə etməliyik? Docker Compose-u təzədən up eləməliyik. Bir dənə də bu application təzədən build eləyib carını almalıyıq. Okay. İndi nə edirəm? Mən gəlirəm bunu Docker Compose up eləyib paraleldə player edirəm.
Maven'ın clean package metodunu çağıracağım yoldaşlar. Siz Gradle-la clean build-də səhv eləmirəmsə, testləri skip edirəm və eyni zamanda Docker Compose update edirəm. Bir dənə buradan hər ehtimala fresh olması üçün mən bu konteyneri stop eləyəcəm. Həmçinin bu ikisini stop edirəm, aus servisi də. Konteynerləri buradan silirəm. Image varsa aus servis bu image də silirəm buradan. Image silməyə ehtiyac varmı? Gəlin silək. Volume-da heç nə. Və onu da nəzərinizə çatdırım ki, olacaq. Conjure ID nə varsa silmişəm. Yəni Conjure ID burada nə gördüksə, istər volume olsun, servis olsun, hamısını silmişəm, təmizləmişəm. Onsuz da GitHub-a push eləyəcəm, oradan götürə bilərsiniz. Üzərində çox qalmır. İndi bu komandanı gəlin run eləyək, görə başımıza nə iş gəlir. Və baxaq bura. Bura baxsaq, volta baxsam heç bir error yoxdur. Root tokenim var, qeyd eləmişəm. Və baxsam burada voltun hətta buradan gəlsəm voltun servisinin özünə gəlsəm environment variable olaraq dev-listen adresi bunu export eləmişəm fikir verirsinizsə bu öz əksini burada tapır. Və aus servisə həmçinin paraleldə baxsam, aus servisdə bir dənə error var. Baxaq görək o nə errordur. Burada cannot resolve placeholder GVT secret. Deyir GVT secreti tapa bilmirəm. Biz dərhal nə edirik? Gəlirik. Buradan görürük ki, GVT secreti declare eləmişik. Amma onu oxuya bilmir. Gəlirəm bura, voltdan. Biz şey sildik axı. Konteyneri sildik. Konteyneri sildik. Hətta deyəsən biz nəyi də sildik? Amma value-mu silməmişik. Əslində olmamalıdır. Bir dənə baxaq. Bu normalda qalmalıdır burada. Secretin altında. With root token. Bir dənə baxaq. Okay, my root. Okay, silinib buradan. Silinməyinin səbəbi nə ola bilər? Silinməyinin səbəbi biz buradan voltun konteynerini sildik. Böyük ehtimalla ona görədir. İçində yaratdığımız bütün sekretlər silinib. Onun üçün mən burada nə etməliyəm? Təzədən yaratmalıyam yoldaşlar. Onun üçün create secret deyirəm. Aus servis deyirəm. Aus servis dedikdə nə etməliyəm? Buradan gəlirəm bir-bir nələr lazımdırsa onları əlavə edirəm. Volt URI token lazım deyil. DB host, DB name, DB password-ı saxlayıram. Password-ımız elə bizim Postgres idi. Sonra Redis host port lazım deyil. Rabbit'in parolunu saxlayıram. Rabbit'in parolu elə guest idi. Sonra GVT-in secretini saxlayıram. GVT-in secreti nə idi? Allah kərimdir, yadımdan çıxdı. Buradan da silmişəm. GVT secret. Əslində burada var. Bunu kopyalamışam. Book servisdən. Gəlin eyni sekreti qoyaq. Random bir şey qoya bilərsiniz yoldaşlar. Belə dirəksiz fərqi yoxdur. Bir də burada Twilio account, bu SID-ləri filan qeyd edirəm. Aus tokendir. Bir dənə də from number-dır. İndi nə edirəm? Buradan mən bunları götürüb kopyalayacağam. Twilio konsolundan dediyim kimi bunu götürə bilərsiniz. SID-ni götürdüm. Aus tokeni götürdüm. Phone number-ı götürdüm. Və başqa bir credential demək olar ki, yoxdur. Başqa bir şey yox. Və buradan save düyməsinə basaraq sekretləri əlavə elədim yoldaşlar. İndi təzədən aus servisi qaldırmağa çalışacağam. Maven clean package deyərək. Gəlin bir dənə baxaq. Aus servisin gəlin təzədən loguna baxaq. Burada run olmağa çalışır. Burada fikir versə yoldaşlar run oldu. Yəni dəyərlərimiz normal şəkildə oxundu. Burada prosto bəzi loglara baxmaq istəyirəm, görünmür. Yəni value-lar oxundu. Oxunmasaydı onsuz da application qalxmazdı. Oxundu deyə qalxdı.
Volt-u yəni bu cür inteqrasiya elədik. Bir dənə summarize eləyək, neynədik? Docker Compose-a Volt-u qaldırmaq üçün konteynerinə Docker Compose-da Volt üçün bir dənə servis yazdıq. Bu image getsin 82.00 expose eləsin. Bir dənə environment variable təyin elədik. Volt root token deyə, bu hələ ki şablondur. My root deyə təyin elədim tokeni. Bir dənə 82.00 environment variable kimi expose elədim. IPC loku skip elədik. Hashtag üçün bir dənə əlavə burada xırda bir dənə kod yazdıq. Ondan sonra deməli host servisin environment variable'larına demək database'in hostu, portu, username'i, database'in name'i, database'in username'i, Redis-in məlumatları, Rabbit'in konfigləri. Bunlar dediyim kimi daha çox infrastructure konfigdir deyə daha çox biz bunu credential saymırıq. Əslində username'lər də credential aiddir. Amma hər halda mənim üçün əsas paroldir. Ona görə parolu orada saxladım. Bunları burada saxladıq. Qalan digər o password-ı, filan bunları secret-in içində saxladıq. Burada saxladıq. Bir də əlavə olaraq Volt-un credentialını Volt-da praktiki olaraq yəni bu mümkün deyil deyə saxlamaq. Ona görə Docker Compose-un environment variable burada host servisin environment variable-na elədim. Avtomatik nə olacaq? Elə bil ki, belə bir şey olur. Simulyasiya eləsək. Bura gəlirsiniz, lokalda bunu eləyə bilərsiniz. Burada modify-dən environment variable set eləyə bilirsiniz. Elə bil ki, götürmüsünüz bunu. Belə bu formada. Belə set eləmişsiniz. Eyni şeydir. Sadəcə olaraq bu application environment variable-na set olur və application'ımız run olur. Burada. Bir də bunu depends on-da Volt vermişəm. Condition olaraq service else. Service else olmalıdır ki, mənim host servisim run ola bilsin. Və application'ımızı qoşduq yoldaşlar burada. Hətta buradan bir dənə istəyirsinizsə sorğu atıb baxaq görək nə baş verir. Browser refresh-i sorğu atıram. Burada fikir verirsinizsə access token, refresh token, token type falan filan qayıtdı. Həmçinin register API-yə sorğu ataq buradan. Body da budur. Yox, biz onsuz da register olmuşduq. Login ataq sorğunu. Send eləsək, biz access token, refresh token qayıdır. Hər şey zordur, qəşəngdir, işləyir. Volt-u belə inteqrasiya elədik yoldaşlar. İndi bir sonraki dərsdə demək nə ilə davam eləməliyiksə ondan deməli davam eləyək.